Salam dostlar, xoş gördük sizləri. Bu dəfə video biraz uzun olacaq. Yəni mən sizə ən çox nəyə izah eləmək istəyirəm? Kim yəni belə deyim, TikTokda, Instagramda, YouTube'da, nə bilim fərqi yox, digər bütün sosial şəbəkələrində daha çox takipçi, izlənmə sayı, abunə sayı, bəyənmə, baxış istəyirsə, gözəl bir sayt var. Onun yəni sizə məsləhət görürəm. Qeydiyyat linkində paylaşacağam. Qeyddən keçirsiniz, əlavə bonuslar da qazanırsınız. Minimum 1 manat balans artırıb, məsələn o minimum balansla takipçi, nə bilim bəyəni, baxış göndərə bilirsiniz. 20 qəpik, 0.10 qəpik, yəni belə ucuz qiymətlərlə göndərə bilirsiniz. Bunu necə edirsiniz? Mən sizə indi hamısını bir-bir izah edəcəm. Zəhmət olmasa sona qədər mütləq baxın, görün, öyrənin. Baxın ki, hər şeyi tam anlayasınız. Telefonu qoyursunuz bir kənara, durub baxırsınız da, əl üzünü irəli aparmırsınız ki, bəzi yerləri itirə bilərsiniz. Sonra ki, baxın, ondan sonra rahat girib istifadə edin. Deməli, mən linkini paylaşacağım. Qeyddən keçdiniz. Birinci nə edirsiniz? İndi takipçi artırmaq istəyəndə birinci balans artırmaq lazımdır. Gəlirsiniz burada balans artır sözünə. Gəldiniz burada balans artır. Burada deməli nə idi? Məbləğ yazırsınız. Məsələn, tutaq ki, deyək ki, bir 5 manat artırmaq istəyirsən. Minimum 1 manatdır, düzdür. Tutaq ki, 5 manat artırmaq istəyirsən də 5 manat yazırsan. Buradan amma seçirsən, yəni hansı üsulla seçmək istəyirsən. Onlayn ödənmə bütün kartlar keçərlidir. Belə vurursunuz, ödəyə bilirsiniz belə. Və yaxud da ki, bu da yaxşıdır bütün kartlarla. 5 manat yazdınız, komissiya 15 qəpik tutur. Elə ki 5 manat 15 qəpik atanda 15 qəpik gedir. Sonra ödə sözünə gəlirsiniz. Ödəni vurduqdan sonra. Məsələn, bura yazırsınız kartınızın, deməli bura adınızı yazırsınız, kartın nömrəsi, deməli bitmə tarixini, sonra arxadakı kodu yazıb təsdiqi vurursunuz. Çalışın debet kart əlavə eləyin bura. Təsdiqi vurandan sonra sizə yəqin kod gələcək, kodu yazırsınız, ödənişi edirsiniz. Ödənişi etdikdən sonra, balansınız artırıldıqdan sonra, məsələn, tutaq ki, deyək, siz TikTokda yəni nəsə eləmək istəyirsiniz, bəyəni, baxış, takipçi artırmaq istəyirsiniz. Gəlirsə, burada TikTok sözü var, onun üzərinə. Baxın, burada görsən, hamısı göstərilib, plus üzərinə vurandan sonra, bax, burada yazdırın, nə istəyirsiniz. TikTok takipçisi yeni sürətli, TikTok takipçisi yavaş, canlı yayın izləmə, bəyənmə, izləmə, takipçi, bəyənmə, kaydetmə, izləmə, baxış. Yəni cürbəcür növləri var. Belə bir aşağı edəcək hamısını görürsüz. Məsələn, tutaq siz takipçi istəyirsiniz. Vurursunuz takipçi üzərinizdə. Bir də burada da var. Baxın. Burada gəldiniz belə vurdunuz. Baxırsınız burada takipçilərini izlə. TikTok takipçi garantisiz. Garantisiz. Nə bilim TikTok takipçisi 100% real. 10 gün garanti, 15 gün, 30 gün belə var. Ən yaxşısı, ən etibar güvənlisi həmişə aşağıdaşlar olur. Və belə vurdunuz üzərinə tutaq ki, indi məsələn 1000 takipçi göndərmək istəyirsiniz. 1000 takipçi 3 manat 32 qəpikdir. Vurdunuz, göndərdiniz, getdi. Məsələn, tutaq siz birdən-birə 10.000 istəyirsiniz da ki, 10.000 olsun, pul qazanmaq aktiv olsun, nə bilim nə. 10.000 yazırsınız. 10.000, 33 manat pul eləyirsiniz. Yəni ən güvənli takipçini deyirəm ha burada. Məsələn, siz deyib bunu seçsəz 10.000-ə eləyəcək, deməli 10.000-ə 10.000-ə eləyəcək 22 manat. Yəni ən yaxşısı elə ən axırdakını gəlib seçirsiniz, göndərirsiniz, takipçiniz yavaş-yavaş gəlir. Sonra texniki dəstək də var, o da yazıb hər şeyi görə bilirsiniz. Məsələn, tutaq ki, bəyənmə göndərmək istəyirsiniz. Bəyənmə 100% dəyər hesablar, bəyənmə 0.93 qəpikdir. Burada məsələn 1000 bəyənmə 0.93 qəpik. 10.000 bəyənmə 93 qəpik. Yəni 10.000 bəyənmə gəlirsiniz. Görün nə gözəldir. Yəni çoxlu göndərə bilirsiniz. Instagram da həmçinin. Gəldiniz Instagrama. Instagramda da baxın belə onun kimi belə vurursunuz, baxırsınız. Azərbaycan takipçiləri də var, bəyənmə var. Onları da belə seçirsiniz. Gəldiniz məsələn tutaq ki, Azərbaycan takipçisi yeni seçirsiniz. Burada məsələn yazıb Azərbaycan qadın bəyənmə, Azərbaycan qadın takipçisi. Bu düz bahadır, açıq deyim sizə 56 manatdır 1000 dənəsi. 56 manatdır. Yəni belə amma ucuzları da var. Siz məsələn tutaq ki, onu yox, takipçi bərpa bunu seçdiniz. Yəni burada məsələn ucuzdur. Ən yaxşısını gəlirik bura. Burada məsələn 1000 dənəsi 1 manat 24 qəpikdir. 1000 dənə takipçi. 10.000 dənə 10.000 istəyirsənsə, deməli 10.000 eləyir 12 manat. Instagramda. Facebookda gəlirsiniz. Facebookda nədir? Facebook səhifə bəyənmə, səhifə, profil takipçi, qrupu adam atma, qrupunuz varsa adam atma, sonra satma olur onu. TikTok takipçisi artıq sata bilərsiniz profili. Bax beləsinə vurursunuz. Onda da həmçinin məsələn tutaq ki, Facebook profil takipçisi. Onu da gəlirsiniz. Birinci bura vurdunuz. Bura hazır. İkinci də bura gəlib seçim edirsiniz burada. Vurursunuz gedir. Telegram. Telegramda nədir? Telegramda da servisdə yeni endirilmə, Telegram abunə, Telegram qrup, kanal, belə çoxlu növləri var. YouTube da superdir. YouTube'da abunədir, izləmədir, nə bilim 4000 saat açmadır, pul qazanmaqdan ötürüdür. Bax onu da burdadır, 4000 saat açmaq.
Həm özəl paketləri çoxdur, növləri həddindən çoxdur. Yəni siz özünüz seçirsiniz. Məsələn, YouTube izləmə real hesabla gəldiniz, ən axırıncı tok gəlirsiniz. 1000 dənə izləmə 2 manat olmalıdır. 2 manat 45 qəpik. Rahat şəkildə izləmə göndərirsiniz. Sonra bura gəldi Twitter. Twitterdə də indi kim istifadə edirsə, o da növlər çoxdur. Həm canlı yayın izləmə, digər növləri var. WhatsApp-a gəlirsiniz. WhatsApp-da da kanal abunəsi göndərə bilirsiniz. Sonra bu nədir? Bu da nəsə başqa bir şeydir. Bunun tam anlayışım yoxdur. Bunu da istifadə edə bilirsiniz. Üstə gəldə vuranda bütün növlər çıxır oradan. Göndərdiniz, tutaq ki, gəlirsiniz burada sifarişlərim yeri var. Sifarişlərimə gəlirsiniz, orada rahat baxa bilirsiniz. Sonra servis deməli dəstək var. Dəstək xidmətinə də yaza bilirsiniz. Nə istəyirsiniz, nə soruşmaq lazım olsa soruşa bilirsiniz. Bütün növləri var. Rahat şəkildə istifadə edə bilərsiniz. Kiminsə nəsə sözü, sualı olsa yaza bilər. Qeydiyyat linkini profil açıqlama bölümündə, rəy bölümündə paylaşacağım. Girin, rahat istifadə edin. Takipçi, bəyəni sayınızı artırın. Qeydiyyat da çox rahatdır. Gmail ilə qeyddən keçirsiniz. Kullanıcı adı yazıb rahat istifadə edirsiniz. Nə söz və sualınız olsa yaza bilərsiniz. Kömək eləməyə hazıram.